xanım yazmışdı sosial şəbəkədə ki, ərimin yanına qayıtmaq istəyirəm, gəl məni qaçır. Təhsilin bəli, azınacaqlı durumu var. Quru-quru təhsili yeridirik şagirdin beyninə, sanki bir robot böyüdürük. Oxuyublar, təhsil alıblar, diplomu da var. Mənim fikrimcə iş sistemi də düzgün deyil. Şeytanın özünə belə havayı cəhənnəm vermirlər. O cəhənnəmi qazanmaqdan ötürü böyük zəhmət çəkməlidir. Bir həyat özü bir müəllimdir, amma çox baha öyrədir. Atam belə övladı mənə verəndə mən bir əlimi boş buraxdım, uşaq düşdü yerə. Oğlanın qəşəng imkanı olsun, anatociya get bala, nə deyirsən? Belə yiyəcəklər ki, sakit ol. Kasıbın sevməyə ailə qurmağa haqqı yoxdur. Bir nəfər mənə demişdi, deyir ki, mənim səndən xoşum gəlir. Yəni səbər yaranmalı. Qadın xeylağı. Qadın yox, kişi. Amma indikilər mən deyərdim ki, gördüyüm qədər elə öyrətmir. Gedib kiməsə zəhərər vurmağı öyrət. Müstəqil fikirləşməkdən ötürü müəyyən eləməliyəm ki, mən nəyi düşünürəm. İnsanın kitaba marağı yoxdursa, sən nə qədər gözəl kitab yazırsan yaz, vallahi açıb üzündə baxmayacaq. Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bu günlərim yazar Elvin qardaşımla ikinci verilişimizi çəkirik. Sən fikrincə insanlar fikrini necə formalaşdırmalıdır və yaxud da ki, fikir azadlığı deyəndə biraz bəzən pis səslənir. Yəni necə? Məsəl üçün miting, hər hansı bir şey, yəni onu nəzərimdə tutmuram. Fikir azadlığı tam başqa bir şeydir. İnsan çərçivədən kənara çıxmaq, yəni necə? Sən nə fikirləşirsən? İnsan məsələn fikrinin azad olması üçün, sərbəst düşünməsi üçün nə etməlidir? Bugünkü verilişə görə minnətdarlığımı bildirirəm dəvətin üçün də. Ümid edirəm ki, bundan sonraki çəkilişlərin də faydalı olar. Biz nəyi ilk öncə düşünməliyik sualı ortaya qoysaq, bu çox şeyi dəyişə bilər. Yəni, insan fikrindən necə azad olursa, ilk öncə onun nəyi düşünməsi çox mühüm məsələdir. Biz nəyi düşünürüksə, o bizi özünə tərəf sürükləyir, aparır. Misal üçün, insan səhərdən axşama qədər cahilliyini özü üçün müqəddəs hesab edirsə və onun ətrafında düşünürsə, ki, mən beləyəm, mən bu şəkildə yaşamağım mənim azadlığımdır, o cahillik onu artıq əsir edir və bu insan sabahsı gün müəyyən mənada fikir azadlığına eləyə bilmir, özünü formalaşdıra bilmir. Yəni, fikri azad olmur. Əslində, asıllıq yaradır. Çünki sənin cahillik arxasınca sürüklənməyin bir növ digər insanların da cahil kimi formalaşmasına şərait yaradır. Və müstəqil fikirləşməkdən ötürü nəyi eləməliyik? Müstəqil fikirləşməkdən ötürü insan düşünməlidir ki, mən şəxsiyyətli bir varlığam. Mən özümə qiymət verməliyəm və mən nəyi düşünməyi özümə ilk öncə bilməliyəm, müəyyən eləməliyəm ki, mən nəyi düşünürəm. Ya, üzr istəyirəm, gəl sualı belə qoyaq da, daha doğrusu insan neynəməlidir ki, öz düşüncəsini, fikrini, yəni şuurunu açmalıdır. Daha məsəl üçün çəkirəm də, yəni onsuz da vaxtımız gedir, yəni nə mənada insanlıqda zamanımız gedir. Neynəməlisən ki, insanın fikri normal olanda daha yaxşı işlər görür də, düzdürmü? Məsələn, elə insanlar var ki, məsəl çəkirəm, içkidə, kefdə, tamaqda, yəni o da onun şəxsi işidir və heç kim də özünü səhv saymır. Yəni, mən elə bir insan görməmişəm desin ki, mən səhvəm və yaxud da mən səhv düşünürəm. Ola bilər, bəzi tək-tük adamlar var da, yəni beləncə. Yəni, onlar neynəməlidir ki, insan fikrini necə deyim, düşüncələrini dəyişməlidir, düzəlməlidir. Yəni, sırf söhbət kitab oxumaqdan getməli. Bir insanın kitaba marağı yoxdursa, sən nə qədər gözəl kitab yazırsan yaz, vallahi açıb üzündə baxmayacaq. Verir ki, mən görmüşəm, divanın altına kitab qoyan görmüşəm. Nə bilim, yəni normal bir şeydir. O insanın kitaba marağı yoxsa, alıb kitabı, mənə deyib ki, nə kitabdır, deyib, vallahi xəbərim yoxdur, pay veriblər. Amma necə, yəni, açıb baxdaq, sənə hörmət edib, pay verib, görmüşəm, yəni olan bir şeydir. Yəni, o kitablıq deyil. O adam neynəməlidir ki, nə işlə məşğul olmalı və düşüncəsini necə gelişdirməlidir türklər demişkən, sənin fikrincə? Bu dediyim məqamda Quran-ı Kərimdə Həzrət İbrahimin bir əhvalatı yadıma düşdü ki, İbrahim Peyğəmbər ki, bütpərəstlər öz bayramını təyin eləmişdilər və getmişdilər. Həzrət İbrahim baltanı götürür və bütləri başlayır qırmağa. Qıranda bir dənə böyük bütü saxlayır, sırf insanların zehnini, düşüncəsini açmaqdan ötürü. Bilirsən, o bayaq söhbət elədiyi azad düşüncə. Bu insanlar ümumkütləvi bir cahillik, nadanlığın arxasından, belə deyək ki, bütdən daha çox nadanlığa pərəstiş edirdilər. Çünki
hər şey fikirdən başlayır. Necə yəni nadanlığa? İzahına gəlib çıxacam ora. Yəni bunlar ki qayıtdılar, Həzrəti həmin o bütpərəstlər ki qayıdandan sonra bunlarda bir sual yarandı ki, bizim tanrılarımıza qarşı bu hərəkəti Kim hörmət istəyir? Bəli. Yəni gör bir xırda bir məsələ, nadan fikir artıq bir dənə adi daş parçasını belə Allah rahat şəkildə insana Allah kimi tanıtdırır. Nadan fikir insanın öz düşüncəsi. Yox, bilirsən, üzr istəyirəm, o vaxtı, bağışla söyləyim, o vaxtı ona inanıblar. Yəni o Tanrı anlayışına görə bilsən də, yəni bu peyğəmbər nazil olmağı belə deyim də, seçilməyi nəyə görədir? Yəni deyir, siz səhv yerə ilah bilirsiniz, səhv bir şeyi ilah bilirsiniz, ilahınız mənəm. Yəni bildin də, o ona görədir, onların səhv bildiyinə görə. Amma düşüncəni, buyur. Düşüncənin açarını demək istəyirəm həmin məqamda. Narahat olmayın. Deməli, orada Həzrəti İbrahimə sual edirlər ki, bu bizim bütlərimizə qarşı bu hərəkəti sən eləmisən? Orada düşüncənin açmasından ötürü bir dənə cavab verir Həzrəti İbrahim. Deyir ki, əgər danışa bilirlərsə, onları özlərindən soruşun, bütlərdən, özlərindən soruşun. Bir açar, yəni neçə min il ibadət edən insanlar üçün bir dənə açar oldu, həmin azad düşüncə məsələsi. Bu insanlar, Quran deyir ki, bir anlıq deyir, özlərinə gəldilər və daxilən də özlərini başladılar qınamağa ki, doğrudan da siz azmış bir insanlarsınız. İnsanı sadəcə düşüncəsini açmaqdan ötürü ona bir dənə açar lazımdır. O açarın cavabı nədir? Mənəvi açar. Amma üzr istəyirəm, bax, orada gözəl bir şey vurğulan, dedin ki, yəni bir anlıq ayıldılar və sonra orada elə bir şey var ki, yenə öz auralarına qayıtdılar. Mən onu demək istəyirəm. O birbaşa daşa tərəf qayıtmadılar. İçdəki, zehindəki nadanlıq var, o nadanlığın arxasında qaçsılar. O bir psixoloqun qəşəng sözü var. Deyir ki, insanın başına nə gəlirsə, başının içindən gəlir. Başımızın içində nə varsa, o artıq öz ağlımız ucubatından da belə deyək. Həyatda göstərəcək. Başının içində nə saxlamısansa, onu əks elətdirəcəksən. Yəni, bütün insanlar nəyə yaşayırsa, özlərini azad hesab eləmiş insanlar belə, sadə bir misal, şərab içən insan nəyi düşünə bilər səhərdən axşama kimi? Ona azad insan demək olar. Yox, o çərçivələnmiş insanlar. Keçmişdə belə bir aforizm yazmışdım. Deyirdim ki, bəzi insanlar yaşadığı kimi düşünür. Bəziləri isə düşündüyü kimi yaşayır. Bəzi insan yaşadığı kimi düşünür. Yəni, adi bir şərab içənin artıq yaşayış tərzi budur. Ona sən ali bir fikir də desən, o artıq şərabdan kənar bir şey də görmür. Yəni, bunun üçün azadlıq... Və mən dediyim söhbətə gəlirsən ki, insan, hər kəs, mən üzr istəyirəm sözümə görə, üzdən iraqlar var, yəni, onlar da elə bilir ki, yəni, onlar güclü, yəni, kim deyir ki, mən səhv həyat yaşayırım, mən görməmişəm, yəni, elə bir insan... Demək olar ki, dünyanın ən böyük bəlası hər kəsin özünü haqlı hesab eləməsidir. Amma o insan, üzr istəyirəm, müdrikdir ki, o insan orada öz səhvini görür, məsələn, öz, belə deyim də, səhvlərini görür və nəsə, bəlkə insanlara deməsə də özünü düzəlik edirsə, o məncə elə müdrik insan. Çünki sən o insanın səhvini tərifləyəndə, o təbii ki, o səhvin içində qalmayacaq. Tərifləmək nə mən, üzr istəyirəm, bağışda burada sözü kəsin, belə bir şey deyim, gözəl bir mövzuya toxundun. Əslində, bu biraz mənə nəyə xatırlatdı, yəni ətrafımızda baş verən bir şeylərdə. Bir, məsələn, valideynin evlada o səhv söhbətinə görə, məsələn, mən xaricdə görmüşəm, xaricdə, yəni digər ölkələrdə də evlad səhv eləyəndə və yaxud da nəsə bir şey eləyəndə valideyn hardasa, belə deyim, mənəvi onun arxasında durur, ya başa salır və yaxud da ki, insan səhv eləməsə, bir söz var, üzr istəyirəm, eşək 2 dəfə palçığa batmaz sözü. Yəni, nəyə görə deyirəm? Yəni, nə qədər olmasa insan onu qoruyur ki, bilirsən, öyrənirsən axı bunu sən. Yəni, onun, amma ki, bizdə biraz tam fərqlidir. Məsələn, bizdə nədir? Sənin dediyin sözə də o sıxmaq, səhv eləmək, olmaz səhv eləmək, çərçivədə sıxmaq, azadlıqdan əlindən alır azadlığı. Bunu da qeyd edeyim, inşallah fikir sahibləri, belə deyək, heç bir fikir sahibini məsxərəyə qoymaq olmaz. Çünki fikir sahibini məsxərəyə qoyacaqsan, o cəmiyyət çökəcək. O cəmiyyəti məhvə aparacaq. Fikir sahibi məsələn kim? Mütəfəkkir, məsəl üçün belə deyək ki, filosof insanlar, adi bir şeylə bizim müqəddəs kitabımızda deyir ki, ən böyük bəla nə olub peyğəmbərlər üçün və yaxud da peyğəmbər olmasın digər böyük arif insanlar üçün məsxərə olunmaq. Çox qorxublar məsxərə olunmaqdan. Qorxurlar. Bunlar dildə desə ələ salmaq da belə. Ələ salınmaq. Çünki ələ salınanda cəmiyyət onları yüngül tutur. Bugünkü dövrdə də elədir.
bugünkü dövrdə də fərqi yoxdur. Kim ki cəmiyyətdə nümunəvi insandır, o insan məsxərə olunanda artıq cəmiyyət ona qarşı çox ucuz baxır. Baxış qiymətli bir şeydir. Sən ona qiymətli baxacaqsansa, o sənə qiymətli bir şey öyrədəcək, görəcəksən. Amma ucuz baxacaqsansa, bəli, onun müqəddəs fikirləri də sənin üçün çox yorucu görünəcək. Amma bəli, gərək diqqətlə yəni düz deyirsən əslində, düzdür. Amma belə bir şey var bizdə deyək, ağıllı danışan deməyim, bir nəsə insanların xeyrinə deyən bir söz, bu da internet dövrüdür. Hamı, yəni TikTok, hamısı, Instagram, YouTube, hamısı var da, yəni biz özümüz də daxil oluruq. Girsən kimsə bir ağıl nəsə bir söz deyir, aşağıda baxırsan, mırtdaşırlar. Ələ salmaq var, sənin söz və gəlib çıxan. İndi o vaxtda bilməm necə idi, o vaxtda daşın üstünə zada yazıb mırtdaşırlar da. O gəlib daşlaşanda əlbəttə ki, orada müəyyən bir şeylər yazmaq olur. O bugünkü dövrdə də belə bir şey. Bax sənin bağışda onlara fikrin nə olar? Bax o məsələ çəkirəm. Lap yaxşı iş görən var, pis iş görən var. Ola bilər ki, məsələn biz nəsə bir şey eləməyə çatdırırıq, nəsə çatdırmaq istəyirik. Ola bilər ki, bunu biraz səhv eləyirik. Amma bizə orada hər cür insan var. Yenə deyirəm, mən bundan qabaq üzr istəyirəm, müharibə iştirakçılarının videosunu çəkirəm. Orada dəxlisiz kommentar edir, yazan da var idi. Yenə deyirəm, çox önəmsəmirəm olmağına. Öz fikridir, yazır yazsın da, yenə deyirəm. İnsan təhqir eləməsin. Təhqir eləməklə səhvi yaz. İndi sosial şəbəkələrdə görürük, sən də görürsən. Əslində o özlərini ki, tənqid, belə deyək ki, nümunəsi kimi göstərməyə çalışan insanların özləri belə bir növ özlərini qəhrəman kimi hesab edirlər. Əslində elə düşünürlər ki, tənqid edirlər, amma həqiqətdə həmin insanın şəxsiyyətini alçaldırlar. Yəni sən yorumlardan danışırsan. Yorumlardan, bəli. Xırda bir yorumu. Çünki tənqidin kökündə məhəbbət dayanmalıdır, sevgi olmalıdır. Sevgidən mən bunu tənqid edirəm ki, o düzəlsin. Üzr istəyirəm, tənqid başqa şeydir. Onların yazdığı məsxərədir. Mən onu deyirəm də, məsxərədir. Tənqid başqa şeydir, tamam başqa. O elə düşünür ki, bax. Yox, tənqid eləməyi düşünmür. O elə immuno, belə deyim, rus sözünə istifadə edirəm. Mən də şərhdə yazmışlar ki, rus sözünə. Bu arada yəni veriliş ikimizindir. Biz ikimiz sadəcə səmimi söhbət edirik burada. Orada yenə deyirəm, onların sadəcə belə bir şey deyim. Mənim fikrimcə ümumiyyətcə onların nə tənqid kimi, nə də bir məsxərə kimi düşüncəsi yoxdur. Sadəcə qabağına bir video çıxır. Sadəcə ağlına gələni yazır. İlk ağlına gələni, belə deyək. Bir dərinlik deyim, İbrahim. Belə bir söz deyim, keçmişdə bir aforizm olaraq da yazmışdım. Deməli, biri var ki, insan ağıllı danışsın. Bir də var ki, insanın ağlı danışsın. Bunlar tamamilə fərqli bir şeylərdir. Yəni, ağıllı danışa bilər, bir cahil də, bir axmaq da, bir nadan da ağıllı danışa bilər. Amma insana müdrik odur ki, ağlı danışır həmin insanı. Çünki insanın ağlı danışanda o artıq hədəfini də bilir və kimə nə deyəcəyini də bilir və kimisə də alçaltmır həmin məqamda. Bu insanlar ki, yazırlar həmin o rəyləri, onlar elə düşünürlər ki, ağıllıdırlar və ağılları bu işi görür. Əksinə, cahildirlər və cahillikləri üzlərindən bu işlərdə tuturlar, özlərindən qafildirlər, yəni xəbərsizdilər. Düz deyirsən, bir yaxki söhbətə gəlib çıxır ki, heç kim özünü səhv sayılır. Səhv sayılır. Bax, söhbət orasındadır. Mənim səhvimi üzümə desən, sən böyük adamsan. Mən də səhvimi qəbul edəsəm, mən müdrik adamım. O düzdür, bax, sənin dedikləri həqiqətdir. Amma indiki həmən insanlara bir şey üzr istəyirəm, bax, elə o dediyin yorumlardan söz düşmüşkən, məsələn, mən də orada yazanda yazıram, amma hər şeyə fikir bildirən adam deyiləm. Həqiqətən məni narahat edən bir şeyə fikir bildirirəm, yəni həmçinin burada da, yəni. Orada, məsələn, kimsə nəsə yazır, girib, mən mədəni formada nəsə öz şükür Allah, ağlımız kəsdiyin qədər bir söz yazır, nəsə qoyursan da. Çünki mənim o, yenə deyim ki, narahat edən və lazım sözüm olmasa mən onu yazmaram. Və yazır, adam haradasa söz tapmayanda təhqir, o bildiyim pis təhqirə keçir. Yəni, düz deyil, mənim fikrimcə yenə edirəm, mən önəmsəmirəm, onu niyə görə önəmsəmirəm? Gəl mən də söyləyim, onun telefonda alınam, məsələ söyüşdən gelir. O da mənə söyləsin, mən də söyləyim, nə? Görüşüb, üzərləşib davaya gedəcək. Cılız insanlar. Ay, sabah qəşək. Cılız və söyüş söyləyən hər bir insana mən rahatlıqla cılız insan deyə bilərəm. Çünki bunun kənar bir real adı yoxdur. O cür insanlar cılız insandır. Onlar heç zaman böyümə haqqında O bilirsən nə, üzr istəyirəm, bilirsən nə oxşayır? Elə bil
qarşı-qarşıya söhbət, yəni dava düşən olub da normal bir şeydir. Kimsə söz deyirsən, görsən sözün çatmayan yerdə nə edirsən, gücü işə salırsan da bu belə bir şey var. Bax o da həmin bir şeydir. Görürük söz çatmayanda təhqirə keçir. Bax bu şeylərin baş verməsi ki var, bayaq dedik orada insanların təhqir eləməyi filan. Bu mənim fikrimcə hardasa düzəyə hər təhsilli insan, ağıllı insan demək deyil. Yəni mənim fikrimcə yəni bu amma təhsildən də çox şey asılıdır. Mən belə bir şey deyim də, məsələn biraz mən Azərbaycanda biraz təhsil sistemindən narazıyam. Yəni hardasa yox kimi bir şeydir də belə. Yəni təhsilin belə deyək, təhsil sisteminin bu cür kökdə olmağı səncə niyə belədir? Niyə bu kökə gəlib düşüb? Sənin fikirlərin mənə maraqlıdır. Təhsilin bəli, azınacaqlı durumu var. Ümumiyyətlə bəzi təhsildə hesab edirəm ki, bəzi dərsliklər çıxarılmalıdır və əlavə bir şeylər olmalıdır ki, insan şagirdin ümumiyyətlə təfəkkürünü artırsın. Məsəl üçün düşüncəsini artırsın. Çünki biz quru-quru təhsili yeridirik şagirdin beyninə, sanki bir robot böyüdürük, robot yetişdiririk. İnsanın təhsil ilk öncə hər bir şagirdin başını deyil, ürəyini böyütməlidir. Necə ki, deyirik, ailədə uşaq bu şəkildə böyüməlidir, yəni qəlbən böyüməlidir. Tərbiyə onun qəlbini böyüdür. Əksinə biz elə bilirik ki, yaxşı oturmaq, yaxşı tərbiyə almaq deyil. Yəni yaxşını tanımaq, hədəfi tanımaq əslində ailə kökündən gəlir ki, mən bilirəm ki, hədəfim nədir. Bu ali tərbiyədir. Yoxsa ucuz keyfiyyətlərin arxasınca qaçmaq əlbəttə ki, bəsit bir şeydir. Təhsildə də təfəkkürü inkişaf elətdirmək, bayaq dediyiniz fikir azadlığı. Yəni şagird nəyisə əzbər şəkildə deməli deyil. O artıq müstəqil özünü ifadə etməyi bacarmalıdır. Özünü ifadə eləyirsə, buna deyirlər ki, məsəl üçün ali bir təhsil alır. Təhsil eynən insan özünü oxuyanda da bir şeylər əldə edə bilər. Məsələn, bizim dahi yazıçılarımız var ki, onların heç ali təhsili olmayıb. Amma bəli, çünki o insanlar özlərini oxuyublar və fikir sahibi olublar. Mən demirəm, təhsildən yayınsın, şagird getsin başqa bir istiqamətə. Əsla təhsil mühüm məsələdir. Amma ondan bir vacib insanın özünü təftiş eləməsi və özünə aid olan məsələləri də dərk eləməsidir. Məsəl üçün fikrini belə deyək ki, paşlaşdırması dayanır. Tərbiyə məsələsində də həmçinin. Yəni bu məsələlərə xüsusi olaraq. Yox, mən ümumiyyətcə belə deyim, başda əslində fikrimi sırf onu nəzərdə tutmamışam. İnsan özü təhsil almağı, mən özümü inkişaf elətdirməyim, bu təhsil sisteminə dəxli yoxdur. Mən nəyi deyirəm? Məsələn, mən özümü inkişaf elətdirirəm. Misal, mən kitablar oxuyuram, nəsə özümü artırıram. Bu mənim şəxsi mənə aid olan bir şeydir. Yəni mən dediyimsə sadəcə təhsilin, mən Azərbaycan təhsilindən danışıram. Mən açığı narazıyam nəyə görə? Yəni göz qabağındadır. Bir da hədəf dedin. Yəni elə orada da hədəflərdən biri mənim fikrimcə heç inkişaf eləməməkdir. Nədir? Bütün insanlarda istedad qabiliyyəti var. Hərədə müxtəlifdir, fərqli. Üzə çıxarmaq lazım. Üzə çıxarmasının ötürü təhsil də belə bir şərait yaratmalıdır ki, istedad üzə çıxsın və doğrudan da şagirdə bu yolda kömək eləmək, onun ümumiyyətlə gələcəyini parlaq eləməkdir. Yəni istedadın hesab edirəm ki, üzə çıxarılmasından ötürü təhsildə müəyyən bir dəyişikliyin yaranmasına və belə deyək ki, şagirdin də özünü rahat şəkildə ifadə eləməsinə bu kömək ola bilər. Yəni mən düşüncəmə görə, mən belə fikirləşirəm. İndi deyirəm, biz artıq nəyəsə qərar verə bilmərik. Sadəcə bu şəkildə düşünürəm ki, istedadlara imkan vermək lazımdır ki, üzə çıxartsınlar. Yəni oxuyub belə deyək ki, çox oxuyanlar var ki, bu gün çöldə qalıblar. Çox oxuyanlar var ki, nə eləyəcəklərini bilmirlər. Oxuyublar, təhsil alıblar, diplomu da var. Mənim fikrimcə iş sistemi də düzgündür. Nəsə elə bir şey var. Çünki mənim tanıdığım var ki, ən azından kolleci və ya institut qutaran insanlar var ki, diplom, hətta insan tanıyıram. Öz biliyi ilə qutarıb. Sırf belə deyək də nəsə, yəni başqa bir şey olmayıb, sırf öz biliyinə bir inad insandır, tanıyıram. Xanım da tanıyıram ki, dəxlisiz bir işdə işləyir, fərqli işləyir. Niyə dəyər verilmir buna? Bir məsələni deyim, buna qaydarıb. Mən təhsildə psixologiyanın da bugün Azərbaycan dərsliyinə salınmasına çox istəyirəm. Psixologiya bizdə yoxdur. Özünü tanımasına kömək edir. Çox kömək edir. Əgər bir valideyn öz övladına deyirsə ki, sən filan şeyi almasan, instituta daxil olmasan, onu o qədər təhdid edir ki, lazım olub ki, məsəl üçün ölkədə bu cür
tələbələr gedib özlərini atıb intihar Üzr istəyirəm edirlər. sözümə görə, mən bir qısa filmində izləyənlər bilir, qısa film çəkmişəm. Orada namazdan azana var. Baxmış olarsan yəqin ki, orada hətta valideyn, yəni ata deyir ki, imtahandan keçə bilməsən, get özünü öldür. Mən düzü onu orada göstərməkdən məqsəd odur ki, yəni mən bəzən deyirəm, qoy insan uşaq səhv eləsin, qoy bir dəfə dərs, amma sən evladın deyək ki, sən onu nə qədər sıxa bilərsən, sıxandan sonra tutaq ki, ən axır ölümdür da bu intihar elədiyiniz. Misal çək, intihar eləyən sən evladını qaytara bilməyəcəksən. Qoy savadsız olsun, sənin yanında olsun. Məsələn, heç belə məktəb oxumasın. Gör sən nəyi sürükləyirsən evladı. Buyur, sözü də Sıxmaq sərbəstliyin düşmənidir, cəlladıdır. sıxmaq olar, baxır müəyyən qədər nəyisə yön vermək üçün. Sıxmaq, mən qəti əleyhinəyəm, sual vermək olar. Sıxmaq yox. Sıxmaq yox, yönləndirmək deyək. Mən düz demədim. Övladdan ümumiyyətlə soruşmaq lazımdır. Hədəfinin, məqsədinin nə olmasını bilmək çox önəmlidir valideyn üçün. Yoxsa əks təqdirdə valideyn öz istəyinə uyğun onu formalaşdırmaq istəyir. Bayaq dedim, istəyir yox, Azərbaycanda əksəriyyət bağışda. Azərbaycanda əksəriyyət mənim fikrimcə bir 90%, yəni valideyn, bəlkə də biz də valideyn olanda mı deyim, və yaxud da valideyn o statusa çatanda bəlkə də deyirəm, biz də yönləndirəcəyik. Yəni yönləndirmə deyir. Elə bir ki, mən belə düşünürəm ki, valideyn uşağın üzərində öz arzularını yerinə yetirir. Bəs onu gəlib çatırdım. O da üzr istəyirəm, uşağı da oxutdurur, misal çəkəm, oxutdurmaq olsun, ya hansısa bir iş olsun, uşağa qoyur, məsəl üçün deyirəm də, televizor ustası, uşaq öyrənir, sonra gəlib belə oturur, onun məsəl üçün fikri, nə bilim, modelli idi, orada qaldı, əlaqəsi yoxdur, o da işə, bir insan ki, məsələn, işə sevgi olmayandan sonra, o... Bəlli məsələdir, sevgi çox şey dəyişə bilir. Hər bir işi sadə gördüyün ən böyük, hətta səhvini belə sev. O, belə bir sözüm var idi, deyirəm ki, səhv işi gözəl elə, amma gözəl işi səhv eləmə. Aforizmində sən də. Səhv işi gözəl aforizmlər var. Gözəl işi, amma səhv eləmə. Qəşəng. Çünki sən artıq gözəl işi səhv eləyirsənsə, gözəlliyi tanımırsan, onu səhv eləmək artıq sənə keçməzlər. Amma səhv bir şey ki, səhv bilirsə, daha doğrusu səhvi tanımırsansa, onu gözəl eləyirsənsə, o sənin üçün qiymətli bir şeydir. Ona dəyər verərlər. Yəni insandan insana fərq var. Ona görə bayaqki məsələyə qayıdıram ki, o dərəcəyə kimi yox, uşağın bir məqsədinin, hədəfinin nə olmasını valideynin bilməsi vacibdir. Əks təqdirdə bayaq qeyd elədiyim kimi mənim valideynin öz arzularını həyata keçirməkdən ötürü uşağını artıq belə deyək ki, həyatı ilə oynayır. Ya uşağın istəyi, misal çəkirəm, ucuz bir şeyə də necə deyim, güclü gəlir gətirməyən və bu mənə biraz o çatmırmı deyim, düşünürəm ki, yəni valideyn nə istəyir? Ümumiyyətlə hər sahədə, tutaq ki, deyirəm də, televizoru düzəltməkdən belə, o televizoru düzəltməkdən belə pul qazanılır. Və yaxud da stol düzəltmək olsun, nəsə də hər hansı bir peşə, iş. Burada pul qazanılır da, yəni onsuz da gördüyün işin zəhmətini artısa alırsan, yaxşı iş gördükcə alırsan. Sən bunu nəyə yönləndirmək istəyirsən ki, yəni o iş nədir ki, bu insan, sən onu gələcəyin fikirləşsən ki, adam qəşəng ailə, imkan, güclü maddiyyat, hamı ona çalışır da, düzdürmü? Sən bunu hara yönləndirirsən? Ya get psixoloq ol, sən günlə 300 manat, 500 manat qazan. Nə? Valideyn məqsədin nədir? Valideyn keçmişində özü çata bilmədiyi, eləyə bilmədiyini övladının simasında görmək istəyir. O da düzdür. O amma çox pis şeydir. Uçurma aparır, çıxarır insan. Uçurma aparır. Düzdür. Sən artıq onun müstəqilliyini, azadlığını əlindən alırsan. İndiki cavanlar həddi buluğa çatmış 18-17, yəni o 20 yaş civarındakı insanlar biraz tam fərqli fikirləşirlər. Yəni cavan indiki cavanlarda tam fərqli fikirləşirlər. Tam məsəl çəkirəm, mən dünən yol gedirdim. Cavan bir təqribən yaşı olardı 17, 16, 18 civarında, bilirəm ki 17 zad olardı. Ancaq bir cavan qız saat 1-in yarısı gecə çöldə oğlandan söhbət edir. Bizim dövrdə məsələn belə şey mümkün deyildi. Mən şəxsən inanmıram. Amma maksimum kimsə olar öz yoldaşı ilə olar, nə bilim qardaşı ilə olar, insan çölə çıxma, burada bir şey yoxdur. Sadəcə yəni o qızın tək orada yəqin ki istədiydi, yəni nədirsə bilmirəm. Və tam fərqli düşünürlər. Biz 90'lar, yəni o illərin insanlarından tam fərqli. Biz yenə deyirəm, bəlkə də köhnə fikirlə adlandıra bilərlər bizi. Mən yenə deyirəm, hər şeyin bir çərçivəsi var da təbii ki. İndiki cavanlar çox fərqli fikirləşir. Yəni necə belə deyək də,
bütün fikir, düşüncə, əyləncə, o təcəlicə şey keçirdi. O xaricilərdə var. Halloween-də nə idi belə maskaza taxırlar. Bilirsən də şeytan əlamətləri filandır. Yəni hamısının düşüncəsi ordadır, əylənməkdədir. Ancaq belə necə deyim, oğlanlara görə ancaq fikir qızlara görə bilməm indi oğlandır yoxsa yox. Axırda yəni belə təfəkkür, ancaq onları fikirləşməyə və yaxud da ki, məsəl üçün qızlar ancaq nə bilim, yeyim, əylənim, nə bilim, ay dırnağım belə getdi falan. Düşüncələr ancaq bu şeylər üzərindədir. Yəni bir qıt deməyim, əstağfurullah, yəni mən insanlara nəsə demək istəmirəm. Bəlli bir çərçivədədir fikir versən. Yəni ali bir şeylər haqqında heç kim deməyim, var elə insanlar, gənclər var, amma əksəriyyət deyək. Mən onun fikrimi ona görə gətirirəm ki, səncə bu insanlar niyə belədir, bu gənclər? Və bunların düzdür, biz də gənc olmuşuq, amma bizdə tamam fərqli. Bizim dövrdə düz telefon falan da elə bir şeylər də yox idi. Bəlkə də ondan da bilmirəm, amma faktiki olaraq mənə görə biraz təhlükəli gəlir. İndiki cavanların düşüncələri tam fərqli. Məqsəd və söz dedim, bir şey söz dedim. Məqsəd ali olmayanda insanı hara istəyirsən çəkə bilərsən, rahat şəkildə. Sadə bir şey, məsəl üçün, məqsəd ali bir şey, məqsəd deyil və adi bir WhatsApp-ın siqnalına tez reaksiya veririk. Adi, məsəl üçün, Instagramda yazılan reyə tez reaksiya veririk. Və yaxud da kimsə bizə və yaxud söyüşdən danışdığı bir atmacalı söz desə, o dəqiqə reaksiya veririk. Çünki məqsəd ali deyil və səhərdən axşama qədər bu insanların razılıqları ancaq bu şeylərin üzərindədir. Mən deyim sənə fikir versən, bax dediyin şeylərlə başımızı qatıblar, ha, ancaq. Fikir versən, ancaq o şeydən qırağa çıxa bilmir, ancaq elə telefonla, Instagram. O çərçivədən kənara çıxmır və bu yaxınlarda formalaşdırıblar bizim özümüz xəbərimiz olmadan. Türkiyədə bir cavan gənc 3 ildə evdən çölə çıxmır, ancaq sosial şəbəkədə telefon əlindən də yerə düşmür. Yəni bu insanın heç bir soruşsan, bir məqsədi yoxdur həyatda. Bunun üçün həyatın çərçivəsi telefonun içində cəmlənib. Və yaxud da ki, sosial şəbəkələrdə və yaxud da film izləməsində saatlarla bax belə bir şeylər. Ona görə bayaq dedim ki, deyirsən köhnə fikir. Köhnə fikir deyilən bir anlayış yoxdur. Bütün fikirlər, sənin danışdığın bir fikir bir insanı düşündürürsə, o fikirdən müqəddəs fikir yoxdur. Niyə yox ki? Köhnə fikir var. Köhnə fikir yox. Biz deyirik, köhnə keçmişdə yaşamış insanın fikri də bugünkü dövrdə, bugün səni düşündürürsə, o fikirdən zəngin fikir yoxdur. Bugün hansı məqamda 100 il sonra bizdən sonraki yaşasa, bizim sözümüzü danışarsa, o köhnə fikir deyil. O artıq o sənin fikrindən yox, amma yeni bir şey ideyalar ərsəyə gətirir. Belə bir şey deyim. Ələ gətirir. Üzr istəyirəm, belə bir şey deyim. Məsələn, köhnə fikir deyirsən, məsələn, sən indi bir dənə fikirləş, neçə il bundan qabaqki kişilərim deyim, ümumiyyətcə də, yəni adət, ənənə, nə bilim, o bir də mentalitet, hamısı da, yəni bir yerdə fikirləri bir dənə diqqətlə fikir eləsən, o vaxtda bayaq dediyim sözü, o söz çəkər. Gecə vaxtı qızla oğlanın görüşməyi nədir? Nə gecə vaxtı? Heç gündüz. Bu, bilməm, yəni bunlar hamısı fikirdən irəli gəlir. Yəni yeni fikir niyə yoxdur? Var. Elə hər şey mənim fikrimcə, ya bəlkə də səhv düşünürəm. Yeni fikir var ki, hər şey yeni fikir, sən yeni nəsə bir fikir, nəsə bir şey eləyirsən, o səni üzə çıxardır. Daha yəni necə deyim, sosial şəbəkədə ya fərqli bir düşüncə olur istərsəniz. Fikirdən nəticəni əldə eləyəndə o pak olur, o söz də pak olur. Onun danışdığı müəllifin bizim hesab elədiyimiz köhnə fikirdir. Mən nəyə demək istəyirəm? Köhnə fikir anlayışı deyilən bir şey yoxdur. Yəni mən bunu bu şəkildə qəbul eləmişəm. 100 il bizdən amma onlar elə demir. Bizə məsəl üçün normaldır. Mən mental düşünürəmsə, onlar getdiyi həyat tərzini pərdələməkdən ötürü bizim adımızı o şəkildə qoyublar. Köhnə fikir adamları. Yəni geri düşüncəli qoya bilərlər. Normaldır. Pərdələməkdən ötürü. Bir əslində sözündə haqq var. Belə deyim ki, bəzən ailə daxili məsələlərdə də bu çox önəmli yer tutur. Məsəl üçün valideyn övladını ya qızını o qədər sıxır ki, artıq ailəsini dağıdır və xanım evdən məcbur olub özünə tərəf çəkir, özündə saxlayır, ailəsindən dağıdır. Mən məsəl üçün belə bir xanım yazmışdı sosial şəbəkədə ki, bəs ailəmi atam ayırdı, belədir, elədir, bəs pis vəziyyətdəyəm. Amma peşmançılığı qız çəkir. Çəkir. Mən deyir, ərimin yanına qayıtmaq istəyirəm, sadəcə mənə kömək elə. Dedim, necə kömək? Mənə deyir ki, gəl məni qaçır ki, yəni ərimin yanına gedim. Belə şey olar. Yəni bilsən necə,
çatdırmaq istəyirəm. Bu insanlara ümumiyyətlə ailə ki qurdular, valideynlər artıq öz həddlərini bilməlidir. Nəyi demək istəyirəm? Bilirsən, bəzən övladın da olsa belə sən onun ancaq tərbiyə ilə başını böyüdə bilərsən. Yəni başının içindəkiləri böyüdə bilərsən. İnsan qəlbinin böyüməsi ailəyə bağlıdır. Yəni hər bir insan ailədə qəlbi böyüyür. Onun valideynin yanında heç bir insanın, heç bir uşağın qəlbi böyümür. Onun qəlbinin böyüməsi təkcə ailəyə bağlı məsələdir. Ailədə qəlb böyüyürsə, artıq hər ikisi də rahat şəkildə yol gedə bilirlər. Əks təqdirdə nə etsələr də bir gün bu yollar kəsişməyəndə ayrılıq düşəcək təbii ki. Çünki hədəf müqəddəs olmalıdır ailə üçün. Bax, bir şey deyim, sən düz deyirsən təbii ki. Yəni sadəcə burada nədir? Yenə deyirəm, bayaq başlanğıcda danışdıq. Hər kəs düşünür ki, biz də düşünürük ki, biz düz danışırıq. Yəni bəlkə də səhv danışırıq. Onu qəbul etmək. Yəni nəyə görə deyirəm? O ana ata ki var, o elə bilir ki, o düzdür. Yəni onu ilə getməlidir. Bilmirəm də. Yəni onun yenə bayaq dediyim kimi heç kəs özünə demir ki, mən səhv düşünürəm, demir də. Yəni deyən var, tək-tük hallarda. Yəni o ana atadan söhbət ki, onlar elə bilir ki, belə də olmalıdır bəlkə də. Ana ata fikirləşə bilər. Ən yaxşı şəkildə nə ola bilərsən? O ailəyə deyirsən, bilmirəm, səbəblərini bilmirəm. Sən dedin bayaq yazıb, səbəbini bilmirəm ki, nəyə görə ayrıb, nə deyil. Yenə bəlkə də maddiyyat üstündə. Vallah deyirəm, oğlanın qəşəng imkanı olsun. Ana atacaq, get bala. Nə deyirsən? Belə eləyəcəklər ki, yəni, sakit ol, qoy şapalağı da vursa sakit ol. Niyə? O belə üzrəm kasıbın sevməyə ailə qurmağa haqqı yoxdur. Bu nə deməkdir? Ayrı. Var əlbəttə ki. Yəni bu hansı təfəkkürdür? Yəni sən özün də həmin o valideyn var, anta sən özün də kasıbçılıqla, zülmlə o ailəni hər şeyi gətirmirsən. Sən niyə elə edirsən? Mənim bir nəfər var idi, tanıyırdım. Deməli deyir ki, bizdə belə bir adət var ki, ümumiyyətlə oğlan, kişi öz atasının yanında övladını qucağına götürə bilməz, öpə bilməz. Belə bir adət var. Mən də onun kökünün hardan gəldiyini bilmirəm və yaxud da buna niyə pis baxırlar, onu da anlaya bilmirəm. Nəsə bu danışdı ki, övladı gətirdi, bəs atam belə övladı mənə verəndə mən bir əlimi boş buraxdım, uşaq düşdü yerə. Mən buna sual elədim ki, bəs övladın ölsəydi necə? Deyir ki, ölsün də. O, üzr istəyirəm, ata verə bilməz uşağı, necə başa düşməlidir? Ya, ata oğluna verdi ki, övladı götürür. Yəni, ataya hörmət əlaməti olaraq. Atasına, yəni hörmət. İnsan həmin o misalı çəkirəm ki, yanlış adətin qurbanı. Bugünkü bölgənin adətidir. Bugünkü dövrdə, o bölgəyə aid deyil, bugünkü dövrdə də Azərbaycanın çox yerində, mən demək olar ki, hər yerində belə bir adət formalaşıb ki, yəni ata, daha doğrusu oğul öz övladını atanın yanında qucağına götürə bilməz, öpə bilməz. Bu, bilirsən, birbaşa olaraq, o bayaq dediyim, subliminal mesaj, beyinaltı, şuuraltı insanın beyninə oturur ki, artıq mən bəli, atamın yanında bu işi görə bilmərəm. Artıq bunu görsəm, böyük bir qəbahət olur. Yox, qəbahət, ayıb heç nə yoxdur axı. Bunu niyə adət almalısın? Bəs nə var orada? Biz deyirik də, biz deyirik. Amma qəbul eləmək. Bax, mən üzr istəyirəm. Bir bayaqlarım gələndə bir yolda söylədim. Hər şey məntiq üzərində qurursan, yəni belə. Düşünürsən, məntiq üzərində bu ayıb nə ola bilər? Üzr istəyirəm. Mən atamın yanında ifadəmə görə şalvarımı çıxartsam, bu qəbahətdir. Mən atama hörmətsiz və yaxud da dırnaq içində deyə siqaret çəkmək. Mən hörmətsizdir. Əslində yenə deyirəm, onunla da bir hörmət olmur, olmaqla. Yəni bunu həm başa düşmək olar. Mən öz körpəmi almaqda, yəni uşaq nə olur? Yəni mən o şeyi tapa bilməm, məntiqi tapa bilməm. Sadəcə bunların beynində belə bir durum yaranıb ki, əgər oğul həqiqətən də atanın yanında övladını götürmürsə, o ataya hörmətdəndir. Bu şəkildə. Yenə də məntiq yoxdur. Bəli. Bir nəfər mənə demişdi, deyir ki, mənim səndən xoşum gəlir. Dedim, niyə? Səbəb nə? Yəni, səbəb yaranmalı. Qadın xeylağı? Qadın yox, kişi. Dedi, xoşum gəlir. Dedim, nə var da, necə, hansı xüsusiyyətimə görə? Dedi, adamı dinləyirsən. Dinləmək səbəb olur ki, bəli, rəğbət yaranır və insanlara inandırarsan, özünü inandırırsan rahat şəkildə. Bəzən biz doğru sözlə qarşı tərəfi inandırmağa ehtiyac görmürəm. İnsanı ki, dinləyirsənsə, öz doğruluğunu ona təqdim eləmiş olursan. Artıq o sənə inanır, dinlədiyinə görə. Dinləmək, bəli, böyük bacarıq tələb edir. Ona görə hər kəsin dinləsə, ailədə də elədir. Elə deyək ki, boşanmalar... Saxlaşma olmaz da bir sözlə, boşanma olmaz. Sayı çox azalar. Mən düşünürəm ki, dinləməməyin acı nəticəsidir. Ya burada söhbət
belə mən deyim sən eşitdən getmir ha. Burada söhbət təfəkkürdən gedir, yəni beyin baxımından dinləməkdən gedir ki, bir də yenə də keçən səvə mövzu bu evlənmək, boşanmaq barəsində biraz danış, boşanmalar barəsində bu biraz yəni ora gəlib çıxacaq. Dinləmək, yəni sənin sözündə haqq var. Burada yəni necə dinləmək? İnsanı qısacası anlamaq da, yəni anlayış. Yəni bu hətta bax sən dediyin kimi o iki oğlan, yəni sən dediyin həmin adamdan belə sən ona göstərdiyin anlayışdır. Dinləmək qulaqdan da, amma anlayış qəlbdən yəqin ki. Yəni hə, sən bir də bunlar hamısı nədən irəli gəlir? Məsələn, sən ona həqiqətən qəlbən bir şey göstərirsənsə, belə deyək də, məsəl üçün mən elə insanlar görmüşəm. Sən danışırsan, adamın fikri səndə deyil, məsəl üçün telefonu qoy qırağa, yəni ümumiyyətcə önəmsəmir də. Çünki bu həqiqətən də səni belə önəmsəmir. Amma sən insanlara, sən hər insana hörmətlə, fərdi hörmətlə yanaşdığın üçün sən insanlara yenə deyirəm. Çünki sən dəyər verirsən. Hə, ona görə də mən indi bilmirəm, amma böyük ehtimal ki, o dəyəri də görərsən, yəni ən azından bəlli məsələdir. Və bayaqki fikir məsələsinə ki, dedin fikirdən, çərçivədən kənara çıxa bilmir. Bir dənə də bir əlavə olsun. İnsan müstəqil fikir istəyirsə, həqiqətən istəyirsə ki, belə pak fikri olsun, düşüncəsi ali olsun, gündəlik olaraq az da olsa özü ilə danışsın. Özü ilə. Necə danışın məsələn? Özü ilə. Misal üçün, məni maraqlandıran nədir? Mən həyat haqqında... Ora baxdı insanlara, heç olmasa... Mən həyat haqqında düşünürəm. Səhərdən axşama qədər həyatın necəliyi, həyata niyə gəlmişəm, hədəfim nədir, məqsədim nədir, həyat niyə var, həyatda çətinlik niyə var? Bütün bunları mən özümlə danışaraq cavabını da tapmışam. Çox gözəl vurğuladı, mənim xoşuma gəldi. Yəni onu insanlar vallah deyirəm, hər bir insan düşünsə və yaxud da məsəl üçün bayaq dediyim o komment yazmaq, mən yazıram kommentə. Mən bunu niyə yazıram? İnsan özü Allaha and olsun deyirəm, bəzən fikir açılır. Bəzən özündən söhbət eləməyi düz deyirsən. Bəzən məndə olub ki, sosial şəbəkədə hər hansı bir şey olub. Mən ona fikir bildirmək istəmirəm, amma bilirəm ki, o həqiqətən də bir məntiqli, bir gözəl söz deyəcəm. Və yazan insanın təfəkkürünə baxmışam ki, məsələn, nəsə, hərflər də bərbad gün yazır. Adam düşüncəsi, mən adam düşüncəsini təxmin edirəm ki, mən buna bu sözü yazsam belə elə bir ki, onun üçün havayıdır da, başa düşdün necə? Yəni, vallah özümə rəva görməmişəm, yazmışam. Sonra silmişəm ki, sən Allah, mən buna niyə fikir bildirim? Hər şey təfəkkürdən asılıdır, hər şey insan düşüncəsindən. Amma o gözəl söz dedim bayaqlara. Mən bəlkə də bunu ilk dəfədə açıqlayıram. Harada oluramsa olum, başqa bir nümunəni məcburam, yəni üzr istəyirəm hər kəsdən, özümdən çəkdiyimə görə. Hara gedirəmsə gedim, ən azından az da olsa, 5 dəqiqə də olsa özümdən danışıram. Bəlkə də kənardakına biraz gülməli gələr, amma danışıram. Həqiqətən çəkilirəm bir kənara, işdə də olsa belə işləyə-işləyə yəni belə deyək, özünü sorğuluyursan ki, məsələn mən elə eləyəcəyim, sanki bir məsəl üçün minbərə çıxmısan, danışırsan. Özünlə bu gün səninlə necə danışırım, özümə qulağımı eşitdirmirəm, dediklərimi qəlbimə eşitdirirəm. Mən eşitdirirəm oradan. Çünki mən həyatın nə olmasını, niyə həyatda çətinliklərimiz var, nəhayətdə bunun cavabını tapmağa başlamışam ki, bəli, bu çətinliklər olmasa bu həyat bizi yorar. Bu həyatda dadlı heç nə tapa bilmərsiniz. Həyatı dadlı eləyən də sıxıntılarıdır. Yəni Allahla danışmağın yolu da çətinlikdən keçir. Onunla dost olmağın da yolu çətinlikdən keçir. Nə eləyirsənsə elə, sıxıntı sənin üçün ali bir düz istəyirəm, gözəl bir söz dedin, çətinlikdən keçir. O ümumiyyətlə çətinlik insanı müdrikləşdirir. Mən keçən səfər istəyirəm, evdə olanda mamam gözəl bir, bilmirəm, aforizmdir, o sən bilirsən şeyləri, bir gözəl söz dedim, tez bunu yazım not yerinə, o xoşuma gəldi. Belə bir gözəl söz işlətdi ki, deyir, həyat özü bir müəllimdir, amma çox baha öyrədir. Belə tutuldum, qaldım, sən sağ olmama, belə bir şey elədim, yəni qəşəng, xoş gəldi. Yəni, oturub fikirləşəndə bu həqiqətən də baha öyrədir. Yəni, baha öyrədir, yox, sən o çətinliyi görsən müdrikləşərsən. Amma o insana elə çətinlik müdrikləşdirir. Bütün insanların şikayəti nədən qaynaqlanır? Həyatdakı çətinliyi qəbul eləmək istəmir. Məncə çətinlikdən qaçırlar. Qaçırlar, qəbul eləmək istəmirlər. Əslində qəbul eləməkdən əlavədə məsələn çətinlik olur, ya bir problem olur, onu həll eləmək əvəzinə qaçırlar.
qaçırlar, bəli. Yəni görmək istəmirlər. Mən onu çatdırmaq istəyirəm ki, əslində bir gün başa düşsək ki, doğrudan da bayaq söz dediyini bizi müdrikləşdirən bu sıxıntılardır. Biz doğrudan da şükür eləməkdən doymarıq. Şükür elədikcə Allah özünü gizlətmir. Başqa əməllərdə Allahı rahat şəkildə görə bilmirsən, amma şükürdə görə bilirsən. İlahi, sənə şükür edirəm, çünki səni görürəm artıq. Bu sıxıntı mənə gəlibsə, sən mənə hörmət eləmisən əksinə. Sən mənə buradan mesaj göndərirsən. Bunun içində mənim şəxsiyyətimi formalaşdıran çox şeylər var. Mənim düşüncəmi artıran. Əslində sıxıntılar insana çox nemət verir. İnsana səbr verir, insana düşüncə verir, insanın ağlını artırır. Hər nə desən sıxıntılarda tapmaq olar. Sadəcə olaraq bir şey də nəzərə almaq lazımdır. Bayaq ailə mövzusuna da toxunduq. Məsələnin bu çərçivəsinə də başlamaq lazımdır ki, istər ata-ana qızını evdən köçürərkən, oğlu da ailə qurarkən bir kəlmə söz demələri yaxşı olar. Düşünürəm ki, valideynlər övladlarına desinlər ki, ailədir. Burada birinci sizin qarşılaşacağınız iş sıxıntılar olacaq. Çətinliklərlə qarşılaşacaqsınız. Amma biz kənarda dayanmışıq. Siz elə öyrətmirlər axı. İndi tam başqa bir şey. İndi eşidərlərsə nə yaxşı. Biz kimsə öyrətmirik əksinə. Eşidərlərsə. Yox, yəni fikrimizi səsləndirik. Nəsə bir xeyrimiz olarsa mən şəxsən sevinərəm. İnşallah. Amma sən belə bir şey deyim. Dedin ki, məsələn, öyrədirlər. Amma indikilər mən deyərdim ki, gördüyüm qədər elə öyrətmir. Tam məsələn də, yəni belə bir şey deyim. O vaxtı tam fərqli, o vaxtı yox da, yəni əslində bunu hamı normal öyrətsə, vallahi heç bir sıxıntı qalmaz. Amma öyrədir ki, gedib kiməsə zəhərər vurmağı öyrədir. Üzrdən belə bir şey var. Toylarda da bu əks olunur, həmin məsələ. Sadə bir valideyn övladını yola salır, təbrik et. Allah sizi xoşbəxt eləsin. Eləsin, tamam. Amma sən xoşbəxtliklə də onu izah eləməmsən axı. O necə xoşbəxt olsun? Yəni xoşbəxtlik nədir sənin fikrincə? Bayaq çətinlikdən danışırıq. Allah sənə sıxıntı göndəribsə, elə deyir ki, mən səni xoşbəxt eləmişəm. Məncə elə xoşbəxtliyin özü odur. Bunun içindədir. Həqiqəti budur. Quran demişəm, hər çətinliyin, biz xoşbəxtliyin formulasını kəşf elədik, elə belə. Həqiqəti budur. Elə bir şey oldu. Başqa bir şey də yoxdur ki. Başqa bir şey yoxdur. Bu həyat elə qurulub ki, burada hər kəs nəsə qazanmalıdır. Hətta düşmənimiz olan şeytan da bir şey qazanır. Şeytanın qazandığı, yəni şeytanın özünə belə havayı cəhənnəm vermirlər. O cəhənnəmi qazanmaqdan ötürü də böyük zəhmət çəkməlidir. Çox düzdür. Bax, çox gözəl vurğuladın. O zəhmət çəkir cəhənnəmi qazanmaqdan ötürü də. Yəni hər nə qazanacaqsansa sən bu həyatda zəhmətini də çəkməlisən. Bu gün bu verilişi ki, ərsəyə gətirmisən, bu sənin zəhmətinin sayəsindədir. İnşallah ki, bərəkətini Allahdan, belə deyək ki, razılığını da insanlardan alar. İnşallah. Belə demişkən, yəni səsləndirək, yəni kanalımıza abunə olub, bəyənin, paylaşın. Əgər bir xeyrimiz dəyirsə, nə gözəl. Yəni Azərbaycanda qısa olaraq dəyişmək istədiyin elə bir şey, nəyəsə etirazın. Məsələn, bu mən etiraz edeyim, bu dəyişsin. Nə belə bir şey varsa fikrimi səsləndir. Düşünürəm ki, gənclərə bir müraciətim ola bilər. Gənclərə bayaqki mövzu ilə bağlı ki, çox təfəkkür eləsinlər, çox düşünsünlər. Bilirsən, Allahın insanlardan bir dənə intizarı var, bir gözləntisi var. Heç bir şey gözləmir, bir dənə gözləntisi var. O gözləntidə çox düşünməkdir. Çünki dəfələrlə təkrar edir ki, çox düşünün, çox təfəkkür edin. Çünki təfəkkür artıq onunla olan rabitədir, mütəmadi olaraq. O təfəkkür elədikcə sənə çox şeyləri göstərəcək, əks elətdirəcək. Mən hesab edirəm ki, yəni düşüncə olduğu yerdə insanlar arasında həm ədalət daha geniş inkişaf edəcək, həm də mehribanlığın sayı artacaq. Yəni cəmiyyətimiz də belə formalaşa bilər. Düşüncəsiz düşünmürəm. Biraz daha dərindən düşünsünlər. Çox sağ ol, fikirlərinə görə təşəkkür edirəm sənə. Burada da düşünürəm ki, yekunlaşdıraq. Sən də çox sağ ol de. Sağ olsun əziz izləyicilər. İnşallah bizi təkrar olaraq görmək istəyirsinizsə, həmin verilişə bəyənmə sayını da artırarsınız. İnşallah ki, növbəti görüşlərdə görüşərik. Mən fikirləşirəm, bura kimi gəlib baxıblarsa, çox dərin təşəkkür edirəm. Allah sağ olsun. Sağ ol.